Həftədə 3 dəfə olan iş də var yoldaşlar. Həftədə 3-4 dəfə olan iş var. Gəlin o işdən sizə bəhs eləyim. Buna bənzər işlər bəli, bol olmur, amma arada bir olur yoldaşlar. Dostum, bu gündəliyi 20 manatlıq bir işdir. Hər gələndə 20 manat verilən bir işdir. 30 daha doğrusu 50 yaşlı uşaqlar üçündür yoldaşlar. Xanım olmalısınız. Həzrətlənov metrosunun yanındadır. 45 yaşlı bir bəyə baxıcı lazımdır yoldaşlar. Yatlıq xəstə deyil, müalicə alır, təkdir. Yeməyi olmalıdır, təmizliyi olmalıdır. Belə bir işdir. Həftədə 3-4 dəfədir. İş saatı da səhər saat 9-dan günorta 4-ə kimidir yoldaşlar. Əgər xəstə belə deyim, baxıcı işi ilə məşğul olmazsa belə bir variant da var. Amma belə xəstə baxıcısı variantı digər işlər də var. Amma yəni həftədə 3-4 dəfə olmayan. Sonra belə dayə işlər də var. Bu və bənzər digər işlərlə də tanış olmaq istəyirsinizsə və yaxud da bənzər olmayan da işlərlə də tanış olmaq istəyirsinizsə, digər sferalara aid olan işlərlə də tanış olmaq istəyirsinizsə və yaxud da bu işə müraciət etməkdə dəstək istəyirsinizsə, bir sözlə iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun, Toğrul Əsəboğlu kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.